Hər vaxtınız xeyir olsun. Yeni TV-nin hörmətli izləyiciləri, Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturası necə qurulur? Bu barədə müzakirəmiz olacaq. Mövzunu studiyamızın qonağı Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Asif Əskərli ilə müzakirə edəcəyik. Asif müəllim, xoş gördük sizi. Xoş gördük. Asif müəllim, biz bugün regionda yeni qurulan, formalaşdırılan təhlükəsizlik arxitekturasından danışırıq və müəllif aparıcı qüvvə təbii ki, Azərbaycandır və artıq bu reallığı həm Ermənistan, həm digər dünya dövlətləri, böyük güclər də qəbul edirlər. Elə Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarına, bəyanatlarına nəzər salsaq, ölkəsinin silahlı qüvvələr günü ilə bağlı verdiyi açıqlamasında o qeyd edir ki, bugün Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması ən böyük təminatdır. Və həmçinin o, belə deyək də, Qarabağ hərəkatının birdəfəli bağlanması ilə də bağlı müəyyən bir məsələlərə toxunur. İndiki vaxtda bu nəyə görə vacibdir və bununla erməni auditoriyasına hansı mesajlar ötürülmüş olur? Çox yaxşı qeyd elədiniz. Əslində, əvvəldə də dediyiniz kimi, bugün Cənubi Qafqazda formalaşan bu sülh və təhlükəsizlik arxitekturası təbii ki, Azərbaycanın həm təşəbbüsü, həm də Azərbaycanın, belə deyək, bu sahədəki irəli sürdüyü təkliflər əsasında və Azərbaycanın mövqeyinin tam şəkildə bu ortaya qoyduğu Cənubi Qafqazın sülh və təhlükəsiz bir regiona çevrilməsi siyasəti çərçivəsində həyata keçirilir. Bu siyasətin kökündə bizim cənab prezidentimizin irəli sürdüyü Cənubi Qafqazda sülh və təhlükəsizlik heç bir artıq münaqişələrin tamamilə bitmiş və post-münaqişə dövrünə qədəm qoyduğumuz bir vaxtda irəli sürdüyü təhlükəsizlik arxitekturası əsasında qurulur. Buna uyğun da Ermənistanın rəhbərliyi təbii bunları başa düşür. Başa düşür ki, Cənubi Qafqazda başqa bir artıq yol yoxdur. Azərbaycanla və təbii ki, digər ölkələrlə də sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Çünki 44 günlük və böyük zəfərlə başa çatan müharibənin ağır Ermənistan üçün olan təbii ki, ağır nəticələri, eləcə də bir günlük o antiterror əməliyyatı ilə tamamilə bu Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyünü, sərhədlərini tam şəkildə bərpa etdikdən sonra Ermənistan rəhbərliyi başa düşür ki, artıq yalnız qabağa baxmaq lazımdır, önə baxmaq lazımdır. Önə baxmağın da yolu nədir? Bölgədə artıq münaqişələrdən tamamilə qaçılmalıdır. Bölgəyə yalnız sülh və barış gətirilməlidir. Bu sülh və barış gətirilməsi üçün də ilk növbədə Azərbaycanla və qonşu olan digər xüsusilə Türkiyə ilə və digər ölkələrlə bu həm əlaqələr dərinləşdirilməlidir, həm də sülh və təhlükəsizlik sahəsində bunlarla artıq bir anlaşma şəklində irəliyə baxılan siyasət həyata keçirilməlidir. Bu istiqamətdə Paşinyanın son həm o Ermənistanda olan, həm də bu revanşist qüvvələrə olan bir mesajıdır. Çünki zaman-zaman baxmayaraq ki, biz sülh müqaviləsinin draft variantını belə deyək, paraflamışıq Vaşinqtonda keçən il Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən və artıq yekun sülh müqaviləsinin imzalanması ərəfəsindəyik. Belə bir vaxtda bununla belə Ermənistanda bəzi revanşist qüvvələr həm müharibə çağırışları deyək, həm Ermənistanın güya ordusunu gücləndirib hansısa yenidən hansısa bir Azərbaycana qarşı aqressiv siyasətə əl atmaq cəhdləri kimi təkliflərinin qarşılığında Ermənistan rəhbərliyi həm daxili auditoriya üçün, həm də həmin qüvvələrə qarşı bir mübarizəsini ortaya qoymaq üçün Paşinyan belə bir açıqlama ilə çıxış edib. Eyni zamanda biz baxa bilərik orada bu sülh və təhlükəsizliyə xidmət edən onun digər bir açıqlamasını biz gördük bu günlərdə. Bu, təbii ki, bu da təhlükəsizliyin bir qarantıdır. Bu, bilirsiniz, iqtisadi artıq kiçik səviyyədə də olsa artıq iqtisadi kommersiya, ticarət əlaqələri ilə bağlı artıq bu məsələlər ilkin bir düzəltələri başlayıbdır və onun digər bir açıqlaması Ermənistanın enerji infrastrukturunun üzrə Azərbaycan və Türkiyə ilə birləşdirilməsi təklifi ilə bağlı bir çıxışında biz belə bir ki, yəni biz həm özü Ermənistanın gələcəkdə bir
ixracatçı, enerji ixracatçısı ölkəsi kimi görür. Eyni zamanda həm müəyyən proseslərdə idxal məsələsini görür. Eləcə də enerji ötürücülüyü məsələsi Azərbaycana biz müəyyən enerji, elektrik enerjisi və digər enerji ötürə bilərik. Azərbaycandan aldığımız enerjini Zəngəzur dəhlizi vasitəsilə və təbii ki, Naxçıvana ötürülməsi məsələsini qaldırır. Bütün bunlar və eləcə də digər məsələlərlə bağlı, həm də dəmir yol nəqliyyatla bağlı artıq bilirsiniz, o məsələ də artıq reysə düşübdür, mən deyərdim. Amerika şirkətləri ilə artıq həm anlaşma və eyni zamanda da bu məsələlər. Bütün bunlar təhlükəsizliyin tam möhkəmləndirilməsinə xidmət edən məsələlər. Çünki Ermənistan rəhbərliyi artıq tam şəkildə anlayır ki, bunun yolu və yalnız Azərbaycanın cızdığı o təhlükəsizlik, sülh və təhlükəsizlik arxitekturasına uyğun şəkildə bunu davam etdirməkdir. Yəni Ermənistan başqa bir yol atar. Ordunu güclü şəkildə militarist bir siyasət aparmaqla, ordunu silahlandırmaqla yenidən hər hansı bir formada bu Azərbaycana qarşı ata da bilməz, atsa da mən deyərdim ki, bəlkə də 44 günlük və ondan sonraki müharibədən də ağır nəticələrə düçar ola bilər. Ona görə də Paşinyan da artıq bunu tam şəkildə anlamaya başlayır. Baxmayaraq ki, onun müxaliflərinə qarşı bu da hələ fikir var və bəlkə də ona görə də bu fikirləri tam şəkildə belə irəli sürübdür. Və siz həmçinin nəqliyyat kommunikasiya əlaqələri ilə bağlı Ermənistanın atacağı addımlardan danışdınız, bu məsələyə də toxundunuz və bilirik ki, Ermənistanda müəyyən bir revanşist qüvvələr var ki, məsələn, biz əgər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın xüsusilə trip marşrutu ilə bağlı açıqlamalarına fikir versək, o qeyd edir ki, trip marşrutu İrana qarşı yönəlmiş bir layihədir. Köçəryan həm də bu açıqlaması ilə İranı Ermənistana qarşı qaldırmağa çalışır. Yəni, o bununla nəyə nail olacaq? Yəni, bu cür açıqlamalar və yaxud İranın Ermənistana qarşı sərt addımlar atması revanşist qüvvələrə nə qazandıracaq? Bəli, orada müəyyən dairələr, bilirsiniz, Ermənistanla bu trip anlaşması imzalanan vaxtı, açıq deyək, İranın müəyyən təpkiləri olmuşdu. İran təbii ki, bilir ki, bu trip anlaşması varsa və uzun müddətli, 10 illərlə, 50-100 ilə qədər müddətdə artıq bu nəqliyyat dəhlizinə Amerika şirkəti vasitəsilə, belə deyək də, dolayısıyla Amerikanın ora nəzarət etməsi anlamına gələn bir məsələdə, bu təbii ki, İranın maraqlarına, onun qırmızı xəttinə toxunan bir məsələ kimi qiymətləndirir İran. Və ona görə də müəyyən qədər bu Ermənistan arasında, İran arasında o mövcud olan, həmişə mövcud olmuş bu isti və sıcaq münasibətlərə bir qədər təsir edən məsələlər oldu. Və ona görə də Köçəryan və onun kimi Paşinyana müxalif olan digər radikal müxalif qüvvələr bu məsələni ortaya atmaqla Ermənistan-İran münasibətlərini də tamamilə istəyirlər ki, çox, belə deyək də, elə münasibətə gətirib çıxartsınlar ki, mövcud olan münasibətlər tamamilə sarsılsın və Ermənistana qarşı bu da ikinci bir İran tərəfdən açılmış bir cəbhə kimi olsun. Çünki Paşinyan baxmayaraq ki, qərb dairələri ilə münasibətlərini yaxşılaşdırır və bu siyasəti də özünün sadiqliyini göstərir. Amma bir yandan da qonşu olaraq İranla da münasibətlərini korlamaq istəmir. Amma Ermənistanda olan müxalif olan qüvvələr istəyirlər ki, bu münasibətlər tamamilə korlansın və bununla da bir növ daxildə özlərinin Paşinyana qarşı apardığı mübarizəyə, xaricdən də bir İran vasitəsilə də bir özlərinə dəstək əldə etmiş olsunlar. Bilirsiniz, o Zəngəzur dəhlizinə, trip marşrutuna Amerikan şirkəti tam həm onun çəkilişindən tutmuş, onun istismara verilməsi və istismarı ilə bilirik ki, orada Amerika şirkəti çox ciddi bir nüfuza malik olacaqdır və onun idarə edilməsindən baxmayaraq ki, orada ön və arxa, belə deyək də, nəzarət mexanizmi güya müqavilədə nəzarət tutulur. Əslində də elə ön nəzarəti həyata keçirən Amerikan tərəfi olacaqdır, Amerikan şirkəti olacaqdır. Yəni, qarant bölgə Amerika Birləşmiş Ştatları olacaq. Sadəcə indi formal olaraq Ermənistan da indi müstəqil bir ölkə kimi onun da müəyyən hüquqları ilə bağlı orada o anlaşmada müəyyən məsələlər nəzərdə tutulur. Amma bütün bunları ona görə açıqlayır ki, o müxalifləri Paşinyanın ki, əgər Amerika iqtisadiyyatı, Amerika vəsaiti, Amerika nəzarəti gəlirsə,
Sabah ola bilər ki, bura Amerika hərbi strukturları gələ bilər, üstləri gələ bilər, Amerika və burada da bunların olması Ermənistan vasitəsilə güya İrana qarşı hansısa əməliyyatlarda iştirak məsələsi ola bilər. Və sabah Amerika hərbiçilərinin oraya yerləşdirilməsi və yaxud da Amerika güclərinin orada olması bu Ermənistan vasitəsilə Ermənistan ərazisindən İrana qarşı istifadə olunmaq anlamında. Yəni Koçaryan və onun tərəfdarları örtülü şəkildə bu məsələni qaldırırlar. Amma əslində Amerikanın anlaşmada hərbi güclərin gələcəkdə yerləşdirilməsi nəzərdə tutulmur. Bu Ermənistan-Amerika münasibətlərinin gələcək məsələlərində ola bilər. Amma bilirik ki, bu nəqliyyat marşrutu gələcəkdə böyük bir müddətdə təkcə Ermənistan-Azərbaycan üçün yox, region ölkələri üçün faydalı ola bilən bir marşrutdur. Baxmayaraq ki, Ermənistandan çox erməniliyə can atan İran hər zaman buna maneçilik törətmək istəyir. Bunun hətta anlaşmanın belə imzalanması, çəkilməsinə maneçilik törətmək istəyir. Amma artıq mən deyərdim ki, bu məsələlər reysə düşüb, bayaq dediyim kimi qatar hərəkətə gəlibdir. Biz ümid edirik ki, qısa bir vaxtda bilirik ki, Azərbaycan ərazisində bu işlərin 90%-dən artıq hissəsi görülübdür. Ermənistan ərazisində də gec də olsa başlanılıbdır və yəqin ki, biz yaxın illərdə həmin marşrutun tam şəkildə işə başlamasının şahid olacağıq. Ermənistanın sabiq prezidenti Köçəryan eyni zamanda milli kimliyin qorunması ilə bağlı da bilirik ki, Ermənistan iqtidarına müəyyən təzyiqlər edir. Elə Paşinyan açıqlamasında buna da cavab verib ki, o qeyd edib ki, yəni bugün Ermənistan ərazisində Ararat var, lakin bu dağ deyil, bu bir bölgədir, bu bir icmadır. Köçəryan və ondan əvvəl hətta mən xatırlayıram ki, Ermənistanın əvvəlki keçmiş prezidenti və hərbi cani olan Sarkisyan da belə bir vaxtda Yerevan Universiteti tələbələri qarşısında çıxış edəndə belə bir açıqlama vermişdi ki, biz gənc nəsil olan vaxtı Qarabağı azad elədik. Siz gənclərin də üzərinə düşür ki, Ağrı dağı, yəni Araratı tam şəkildə azad edəsiniz. Belə bir sərsəm bir açıqlama vermişdi. Bu bir növ Türkiyəyə qarşı açıq, aşkarana şəkildə bir ultimatum idi. Və bir növ də bunlar erməni kimliyini qorumaq üçün Ararat bizim simvolumuzdur, o Ağrı dağı nəzərdə tutan və amma bunun ən yaxşı cavabını biz bilirik ki, hətta il bundan öncəyə qədər də Paşinyan parlamentdə də qaldırmışdı. Dedi ki, biz erməni gəncləri hətta sadəcə biz onların beynini bir yumuşuq ki, Ararat bizim ərazi, torpaq və amma dedi bu, bəli, tam şəkildə bunun harada yerləşməyini belə erməni gəncləri tam şəkildə anlaya bilmirlər. Bunu Paşinyan qeyd eləmişdir. Bəli, orada bu qonşu ölkələrlə Paşinyan bilir ki, bunun yolu qonşu ölkələrlə sülh, mehriban, qonşuluq şəklində bu münasibəti qurmalıdır. Bunun üçün də nə etmək lazımdır? İlk növbədə qonşu ölkələrin də qıcıq yaratıcı, onlara ərazi iddiası, onlara qarşı bir kere iddialan bağlı bir çox məsələləri bilirsiniz, onlar aradan qaldırmağa başlayırlar. Məsələn, Ermənistanın gömrük keçid postlarında bilirsiniz, o mühür vurulurdu. Mühürdə Ağrı dağının, Araratın simvolu əks olunurdu və onun çıxarılmasından bağlı böyük bir təpki oldu ki, bu bizim sizin dediyiniz o Koçaryanın da məsələsi milli kimliyimizə görə qarşı bu atılan bir addımdır və eləcə də digər mütərəqqi addımlar atır və eləcə də bununla bağlı bunlar belə bir fikir buldular ki, bu erməni kimliyini güya Paşinyan məhv eləməyə yönələn siyasət həyata keçirir. Əslində amma bilir ki, Paşinyan bilir ki, bu addımları atmasa qonşu ölkələrlə o tam şəkildə mehriban qonşuluq, dinc, birgə yanaşı yaşama siyasətini bunlar heç vaxtı formalaşdıra bilməyəcəklər. Ona görə də bu addımlar atılmalıdır. Bugünə qədər və bizim də bir tələbimiz o idi ki, məsələn, Konstitusiyanın o preambula hissəsində, Ermənistan Konstitusiyasında həm Türkiyəyə qarşı olan ərazi iddiaları, həm Azərbaycana qarşı olan ərazi iddialarını bunlar konstitusiyon bir hala gətirmişdilər. Ona görə biz tələb edirik ki, bu məsələlər onların qanunvericiliyində də çıxarılsın və eləcə də fikrində də çıxarılsın və bu heç də erməni kimliyinin məhv olması deyil. Sadəcə Paşinyan bilir ki, buna qarşı olan o müqavimətdir. Məsələn, onun kilsə ilə mübarizəsini biz gördük ki, açıq şəkildə həmin o radikallarla kilsənin birliyini biz şahid oluruq ki, kilsə də ona qarşı belə bir
təxminən Koçaryan kimi belə bir fikir bildirirdilər ki, Ermənistan hakimiyyəti, Paşinyan hakimiyyəti nəzərdə tuturlar. Erməni kimliyini məhv eləyir, Ermənistan erməniliyi məhv eləyir, çünki orada bilirik ki, kilsənin böyük bir təsiri var və ona görə də o da kilsə rəhbərliyinin bu aqressiv münasibətini neytrallaşdırmaq siyasətinə başlayıbdır. Məncə, amma xalqın da təbii ki, buna dəstəyi var, Paşinyana dəstəyi var. Çünki rəy sorğuları da onu göstərir ki, onun apardığı bu siyasəti dəstək var. Radikalların amma dəstəklənməsi azdır. Çünki bilir ki, xalq da artıq bezmişdi o radikalların saxta bu erməni millətçiliyi, böyük Ermənistan xulyası, dənizdən dənizə dövlət siyasəti, böyük erməni kimliyi kimi bu saxta cəfəng fikirlərdən xalq da bezib. Artıq bilir ki, bundan irəli getməkdə artıq 21-ci əsr elə bir dövrdür ki, yalnız sən mehriban, dinc yanaşı qonşularla, ətrafla, digər ölkələrlə mehriban şəraitdə yaşamalısan, iqtisadi əlaqələr qurmalısan, siyasi, mədəni, inteqrasiya siyasəti aparmalısan. Bunun da yolu... Yəni, yeni yaradılan elə beynəlxalq münasibətlər Erasada bunu tələb edir. Yeni düzənlə uyğun hərəkət etməlisən və ona görə də bu saxta erməni kimliyi, milli kimlik kimi cəfəng fikirlərdən əl çəkməlisən. Və ona görə də, amma müəyyən bir kəsim təbii ki, hələ də o köhnə euforiya qapılan, nostalji hisslərində olan kəsim var və ona görə də Koçaryanın açıqlaması ona yönəlib ki, həm də bilirik ki, qarşıdan seçkilər gəlir. Ermənistan böyük bir seçkilərə hazırlaşır. Çox az bir vaxt qalıb, 3 aydan sonra təbii ki, Ermənistanda seçkilər var və ona görə də seçki qabağı bir revanş, seçki qabağı bir özünə bir elektorat toplamaq, rəy toplamaq, bir dəstək toplamaq xarakterli verən bir bəyanatlardır. Amma hesab edirəm ki, bunlar o Koçaryana və onun kimi olan radikallara hansısa bir şəkildə bir stimul olmayacaq. Ümid edirik ki, erməni xalqı da nəhayət ki, başa düşəcək ki, onu bu ağrılardan, bu belə deyək də, bu saxta millətçilikdən qurtarıb inkişafa doğru aparan hansısa bir hakimiyyətə, liderə və onun partiyasına səs verə bilər. Və ona görə də Koçaryanın və onun kimi olan radikalların çıxışları, dediyim kimi, yalnız seçki öncəsi o elektorata yönəlir ki, o elektorat az şəkildə hələ də müəyyən qədər o qatı millətçi və böyük xülyalarda olan o elektoratı səsini özünə cəlb eləmək üçün atılan addımlardır. Paşinyan Ermənistanın KMT ilə münasibətlərinə də toxundu və qeyd etdi ki, Ermənistan ilə KMT arasında münasibətlər zəifləyib və bu isə Ermənistan üçün yeni imkanlar açır. Necə düşünürsünüz? Həqiqətənmi faktiki olaraq Ermənistanın KMT-dən uzaqlaşması onu təhlükəsizlik baxımından gücləndirir? Demək olar ki, artıq Ermənistanın hüquqi tam şəkildə, hüquqi şəkildə olmasa da, demək olar, de facto onun artıq KMT ilə heç bir həm ilişkisi, deyək, həm ciddi şəkildə bir bağları qalmayıbdır. Yəni, bu bəyanatlar səviyyəsində olsa da, amma demək olar ki, bunların heç bir ciddi bir həm təlimləri, deyək, hansısa bir əməliyyatlarında da iştirak etmir. Və o hesab edir ki, KMT onun təhlükəsizliyi üçün artıq heç bir qarant rolunda oynaya bilməz. Digər bir amil də Paşinyan fikirləşir ki, artıq tam şəkildə indi sülh anlaşmasına paraflanmış sənəd də var ortada və eyni zamanda da böyük sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda da gözlənilir və Azərbaycanla artıq tam şəkildə sülh və təhlükəsizlik siyasəti yeridilir və eləcə də qonşu Türkiyə ilə və digər ölkələrlə də onun münasibətlərində artıq bir təhlükənin demək olar ki, qalmadığı qənaətində olaraq KMT-nin onun üçün təhlükəsizlik qarantı rolunu oynadığını artıq qənaətinə gəlibdir. Və ona görə də elə hesab edir ki, KMT artıq Ermənistanın təhlükəsi üçün heç bir qarantı rolunu oynaya bilməz. İstər belə deyək də NATO üzvü olan Türkiyəyə qarşı və yaxud da zamanında münaqişədə olduğu Azərbaycana qarşı hansısa bir təhlükəsiz qarantı rolunu oynaya bilməz. Bunu düzdür, bu 44 günlük müharibədə onlar çox cəhd elədilər ki, KMT-ni bu prosesə qoşsunlar. Amma təbii ki, o münaqişə Azərbaycan ərazisində aparıldığına görə KMT də bu prosesə qoşula bilməzdi. Amma ümumiyyətlə də Ermənistanın bu proseslərdə iştirakını görmür indiki Ermənistan rəhbərliyi və ona görə də öz üçün yeni təhlükəsizlik trayektoriyasına uyğun digər təhlükəsizlik qarantorlarından işbirliyinə gedir. Burada həm Amerika, Birləşmiş Ştatlar ilə bilirsiniz, onun artıq əlaqələri, bu son və eyni zamanda Avropa ilə və eləcə də digər özünün tərəfdaşları ilə belə bir məsələdə həmin eyni zamanda da Rusiya amilini nəzərə alaraq özü üçün bu təhlükəsizlik məsələsində KMT-nin tam şəkildə onun təhlükəsizliyini
təminatçısı olacağını anlamına gəlir bu və Ermənistan rəhbərliyi də fikirləşir ki, və Paşinyan da belə bir artıq deyir, bir ildən artıq səhv etmir, o qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədində heç bir atışma olmur, heç bir insan itkisi olmur və ona görə də belə bir vaxtda münaqişə üçün Ermənistan üçün KMTT-nin heç bir rolunu da görmür və ona görə də və sabah da artıq bilirik ki, bugün sabah onun Türkiyə ilə də sərhədlərin açılması ciddi bir gözləniləndir, bu təbii ki. Və ona görə də belə bir vəziyyətdə Ermənistan üçün KMTT-nin heç bir rolu qalmır. Yəni Ermənistan ərazisində onun sərhədləri üçün, onun təhlükəsizliyi üçün hansı bir rol oynaya bilər? Ona görə də o fikirləşir ki, KMTT onun üçün heç bir şey və ona görə də özü üçün həm özü və qonşuları ilə tam şəkildə sülh və təhlükəsizlik şəraitində yaratmaqla, yeni bir təhlükəsizlik siyasəti aparmaqla öz siyasətini qurmağı planlayır. Yəni bugün Ermənistanı biz görürük ki, həm KMTT ilə münasibətlərinə nəzər salsaq, Rusiya ilə münasibətlərdə də narazı məqamlar var və ara sıra biz Ermənistan baş naziri Nikol Paşinyanın o dəmir yolu layihəsinin icrası ilə bağlı Rusiya müraciətlərini görürük və Paşinyan elə son açıqlamasında qeyd edir ki, əgər Rusiya bu layihəni həyata keçirməzsə, onda biz bunun həyata keçirməsini də öz üzərimizə götürürük. Həm o məsələdə, həm də artıq bir qədər də Rusiyadan həm də o iqtisadi asılılıqlarını da istəyirlər tamamilə. Çünki bilirsiniz, Rusiya bəli, o məsələdə dəstək vermirsə, iqtisadi asılılıqlarını da tam şəkildə Rusiya ilə bu sıfırlamaq istəyir. Bilirik ki, Ermənistanın ümumiyyətlə ticarətində, xarici ticarətində Rusiya faktoru hələ də böyük pay sahibidir. Yəni faiz götürəndə, amma bunu həm azaltmaq və gələcəkdə bəlkə də daha ciddi şəkildə, yəni çünki Ermənistan fikirləşir ki, resurslar olaraq da Azərbaycanla bu resurslara daha çox bu infrastrukturu qursa daha maraqlıdır. Məsələn, bilirik ki, son vaxtlar bu hətta Azərbaycan ərazisindən vaxtilə Sovet dövründə mövcud olmuş Qazax-İcevan dəmir yolunun bərpası, yəni paralel olaraq Zəngəzur dəhlizi və oradan keçəcək avtomobil və dəmir yolu nəqliyyatı tam şəkildə işlək vəziyyətə gələnə qədər mövcud olmuş, amma onu müəyyən qədər modernləşdirmək daha az vaxt tələb eləyə bilər və ona görə də belə bir plan var. Çünki Rusiya ilə onun ticarət əlaqəsi bilirik ki, Gürcüstan üzərindən o da soyuq və qış aylarında çox ciddi bir problemlər yaradır. Azərbaycan ərazisindən qismən də olsa belə bir fəaliyyət başlayıbdır, amma bu da bir əlavə həm də xərclərə çox ciddi bir, məsələn, bilir ki, şimaldan Azərbaycana daxil olur Rusiyadan gələn qatarlar və Azərbaycandan təzədən yenidən Gürcüstan ərazisində daxil olur, sonra oradan Ermənistana. Bu bir həm vaxt itkisi, iqtisadi, maliyyə itkisidir. Ona görə də elə Azərbaycan ərazisində, amma dediyim kimi, Qazax-İcevan dəmir yolunun bərpasında da belə bir açıqlamalarla çıxış ediblər ki, və belə bir açıqlama ki, və bunu bəlkə də bərpa etsək qısa bir vaxtda, çünki vaxtilə dediyim kimi, Sovet dövründə o mövcud olub, düzdür, indi onun modernləşdirməsinə ehtiyac var. Çünki Zəngəzur dəhlizinin tam şəkildə o dəmir yolunun, avtomobil nəqliyyatının və o tam şəkildə onun işlətməsi hardasa bəlkə də bir 2 ilə nəzərdə tutulursa, amma onu qısa bir vaxtda, bəlkə də ki, bu ilin sonuna qədər hansısa bir formada tamamlamaq və yaxud da gələn il əvvəlində bunu da paralel olaraq, yəni şaxələndirilmiş şəkildə bu eləmək planlarını irəli sürür. Bu da dediyim kimi həm də Rusiyadan müəyyən qədər həm iqtisadi asılılığı, Rusiyanın bilirsiniz, Rusiyaya o təklif etdiyi o maliyyələşdirmədən Rusiya imtina edirsə və yaxud da bunu ləngidirsə, bu bir növ Ermənistana həm də bir siyasi təzyiq kimi də onu qiymətləndirir, başa düşür Paşinyan və ona görə də fikirləşir ki, digər qonşu ölkələrlə nəqliyyat infrastrukturunu, iqtisadi əlaqələri geniş şəkildə şaxələndirilsə, Rusiyanın da təsir imkanları azalacaqdır. Yəni təkcə bu hərbi siyasi təsir yox, həm də eyni zamanda Ermənistan iqtisadiyyatında olan onun o iqtisadi təsir imkanlarını da minimuma endirmək istəyir. Və ona görə də bu siyasətdə o qonşu ölkələrlə, xüsusən də dediyim kimi Azərbaycanla və Türkiyə ilə iqtisadi əlaqələr, mədəni əlaqələr və digər siyasi əlaqələrin, təhlükəsizlik əlaqələrin qurulmasında çox ciddi cəhdlər edir və biz də bunu son vaxtlar görürük. Elə Ermənistan bugün təhlükəsizliyinə ən böyük zəmanətidir, elə onun qonşu ölkələri Azərbaycan və Türkiyə vermiş olur. Minnətdarıq sizə Asif müəllim, dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Belə dəyərli izləyicilərimiz, bizə ayrılan vaxt başa çatdı. Bir daha qeyd edim ki, studiyamızın qonağı Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Asif Əskərli idi. Sağ olun, sağlıqla qalın.